Sızanağın üstüne yapıştır, bir de sızanaq çıxmayacaq. Bax gözəl qardaşım, əgər üzündə sızanaq, akne, pirşik çıxırsa, gedib onu güzgünün qabağında belə sıxma. Çünki sən onları sıxanda gözənəkləri zədələyirsən. Nəticədə yerində sağalmayacaq çapıq, iz, dəliklər, boşluqlar buraxırsan. Və yaxud da sən onu sıxanda o daha dərinə batır, daha da çıxmır, qaralır, qalır. Ondansa yaxınlaş aptekə, ekrandakı ürəkdən mütləq qızart. Aknesil plastır al. Çünki bu plastır hidrokolloid plastırdır. Nə deməkdir hidrokolloid? Götürürsən, beləncəsinə içində balaca şəffaf plastırlar var. Yapışdırırsan aknenin, sızanağın, pirşiyin üstünə. Pirşiyin içində olan iltihabı, çirki dəriyə yaymadan çəkib çıxardır. Həm sızanağın üzdə artmasının qarşısını alır, həm də 1 qram çapıq iz saxlamadan akneni, sızanağı tamamilə təmizləyir. Şəffaf rəngdədir. Rahatlıqla günün istənilən saatında yapışdıra bilirsən, kosmetika vura bilirsən. Üstəlik həmin o sızanağın yerinə toz, kosmetika, kirin zadın getməsinin də qarşısını alır. Ölkənin bütün apteklərində var. Olmasa əczaçılarımızdan xahiş edin, aknesil plastırı zakaz verib gətirsinlər. Və məni mütləq takip edin ki, sağlamlığınızın qeydinə qalan əczaçınız bal oğlanla hər zaman sağlam qalasınız.